Odur ki, əlimiz hələ də tətikdə, gözümüz hələ də üzərinizdədir. Və tam əmin olun, regionda atılan bütün addımlardan xəbərimiz var. O cümlədən də Avropa təşkilatlarının oyunlarından yeri gəlmişkən, ötən il dekabrın 2-sində Ermənistan və Avropa İttifaqı arasında imzalanmış strateji xartiyanın negativ təsirləri artıq özünü göstərir. Həftə içi Avropa İttifaqının 27 ölkəsi Avropa Sülh Fondunun xətti ilə haylara 20 milyon avro dəyərində yardımın ayrılması barədə qərarı təsdiqlədilər. Qərb informasiya mənbələrinin məlumatına görə məbləğ sülhə yaxud iqtisadi inkişafa yox, birbaşa ölkənin silahlı qüvvələri və müdafiə imkanlarının möhkəmləndirilməsinə istiqamətləndiriləcək. Xatırlayırsınızsa, ermənilər ilk dəfə 2024-cü ildə fonddan 10 milyon avro dəyərində yardım almışdılar. Bu dəfə məbləğin 2 qat artırılması, özü də birbaşa hərbi sektora ayrılması əlbəttə ki, Qərbin İrəvana növbəti hərbi hədiyyəsi sayılmalıdır. Nous avons pris contact avec chacun. Və bu yerdə Avropalıların həyasızlığına da məəttəl qalmamaq olmur. Ermənistana maliyyə ayrılmasının əsas tərəfdarlarından olan Fransanın Xarici İşlər Naziri Jean-Noël Barrot deyir ki, Yelisey sarayı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Sən demə, fransızlar gecə-gündüz sülh barədə düşünürlər. Bizim xəbərimiz yoxdur. Və istər sərhədlərin açılmasını, istərsə də tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını sülhə, tərəqqiyə xidmət edən addımlar kimi alqışlayırlar. Çox yaxşı. Amma o zaman Fransanın İrəvandakı səfirliyinin bəyanatını necə başa düşək, cənablar? Bəyanatda Qarabağ ermənilərinə isnadən belə bir cümlə yazılıb. Vətən uğrunda həlak olanların xatirəsinə. Yəni, əgər Paris diplomatiyası Qarabağı ermənilər üçün hələ də vətən hesab edirsə, bu Fransanın, təbii ki, Prezident Macron başda olmaqla iki üzlüyünü, separatizmə açıq dəstək verdiyini əyani şəkildə sübut edir.